İndi başlayacaqlar yenə də ağlaşmağa. FIFA boy, Messi boy, Pessi boy, Essi boy. Brat, mənim da isə sözüm yoxdur. Mən nə deyim Essi? Bu epizoda siz penalti deyirsiniz yoxsa yox? Kallina dedi ki, bu epizod penalti deyil. Salah oyundan sonra özü açıqlama verdi ki, mən ümid edirəm ki, hakimlər düzgün qərar edib, qərarlar verib və mən belə qaranlıq məqamlar görmədim. Toni Kroos açıqlama verib ki, Argentinanın qələbəsinə kölgə salmaq düzgün olmazdı. Argentina xarakter göstərdi və Misir komandası biraz özünü boş buraxdı deyənə belə oldu. Və Argentina milli komandası əsl qalib ruhunu göstərərək bu oyunda comeback etdi. İndi deyəcəklər, yaxşı, bəs Lionel Messi'nin qırmızı vərəqəsi Əlcəzairlə oyunda Lionel Messi qırmızı almalıydı. Aha, almalıydı, razıyam. Mən boynuma alıram, bəli, almalıydı. O qırmızı vərəqə idi. Bəli, Lionel Messi olduğuna görə ona vermədilər. Bəs nəyə görə Cristiano Ronaldo Dünya Kubokunun ilk 2 oyununu buraxmadı? Sual verirəm. Nəyə görə? Cristiano Ronaldo 2025-ci ildə İrlandiya ilə oyunda qırmızı vərəqə almışdı və oyuncuya bilə-bilə dirsəyi ilə zərbə indirdiyinə görə 3 oyunluq cəza almışdı. Bir cəzasını buraxdı, yəni bir cəza keçdi, oynamadı və ikisi qalmışdı. Bu iki cəza da Kongo və Özbəkistanla oyunlara aid idi. Yəni Ronaldo o 2 oyunu buraxmalıydı. Nəyə görə buraxmadı? FIFA elə bir tema çıxartdı ki, biz Ronaldoya sınaq müddəti veririk ki, o oynasın. Ya bir də elə şey olsa, o qırmızı vərəqə qüvvəyə minəcək. Gedin başqasını aldadın da. Gəlməyin də, belə şey var futbolda. Eynən Amerikanın oyuncusuna elədiklərini elədilər. Eynən. Belə şey var futbolda. Sınaq müddəti veririk. 3 aylıq stajrovkaya götürürsüz onu. 3 aylıq işə götürürsüz onu ki, ona siz sınaq müddəti verirsiniz.